İş yoldaşınız sizi qripə yoluxdurubsa, onu məhkəməyə verib təzminat ala bilərsinizmi? Hazırda sosial şəbəkələrdə ala bilərsiniz deyə cavab dolaşır. Biz isə məsələni araşdırdıq və həqiqi, hüquqi cavabı sizə tapdıq. Sona qədər bizə baxın ki, siz də hali olasınız. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Cəmil Əzizoğlu Əliyev İstiqlal ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bildirilib ki, Azərbaycanda tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əzizoğlu Əliyev İstiqlal ordeni ilə təltif edilib. Qeyd edək ki, bugün martın 30-u Cəmil Əliyevin 80 yaşı tamam olur. Quş qripinin səs sorağı indi də İtaliyadan gəlir. İnsandan insana keçməsə də müəyyən məqamda insanların sağlamlığına çox ciddi zərər verir. Detallara baxaq. Quş qripi daha bir ölkədə. İtaliya Səhiyyə Nazirliyi Avropada insanın H9N2 quş qripi virusuna ilk yoluxma halının qeydə alındığını bildirib. Hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb. İnfeksiyanın Avropadan kənar ölkədə yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas yolu ilə baş verdiyi deyilir. Zəifləmiş, yanaşı xəstəlikləri olan şəxsdə heyvan mənşəli aşağı patogenlik quş qripi virusu aşkar edilib. Hazırda o xəstəxanadadır. Bütün zəruri testlər dərhal aparılıb, onunla əlaqə saxlayan şəxslər adi profilaktik və epidemioloji tədbirlər çərçivəsində müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkarlanmayıb və vəziyyət nəzarət altındadır deyə açıqlamada bildirilib. Həmçinin qeyd olunub ki, virusun insanlarda yaratdığı xəstəlik yüngül formada keçir və insandan insana ötürülməsi halları daha əvvəl qeydə alınmayıb. İki dəqiqə gülmək 20 dəqiqə idman eləməyə, yürüyüşə bərabərdir. İnana bilirsinizmi? Sadəcə ürəkdən 2 dəqiqə gülmək kifayət eləyir ki, həmin gün idman eləmiş sayılasınız. Nə qədər doğrudur bilmirəm, gəlin birlikdə baxaq. 2 dəqiqə gülmək 20 dəqiqəlik gəzinti qədər faydalıdır. Cəmi 2 dəqiqə gülmək 20 dəqiqəlik gəzintiyə bərabər təsir göstərir. Bu nəticə Maryland Universitetinin tibb mərkəzində aparılan araşdırmalarda ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə gülüş ürək-damar sisteminə yüngül məşqlər kimi müsbət təsir edir. Araşdırmalar göstərib ki, gülüş zamanı qan damarları genişlənir və qan dövranı yaxşılaşır. Bu isə orqanizm toxumalarına daha çox oksigen çatdırılmasına kömək edir və ürəyin fəaliyyətini dəstəkləyir. Eyni zamanda damarların elastikliyi də artaraq ürək-damar xəstəliklərinin riski azalır. Bundan əlavə, gülüş stress hormonlarının səviyyəsini aşağı salır. Uzun müddətli stressin ürəyə mənfi təsiri olduğu məlumdur və gülmək bu təsiri təbii şəkildə balanslaşdırır. Mütəxəssislər qeyd edib ki, səmimi gülüş gündəlik həyatda sadə, lakin effektiv vərdiş kimi həm psixoloji, həm də ürək sağlamlığı üçün faydalıdır. Qripə yoluxmusunuz, bunun da səbəbi iş yoldaşınızdır. Əgər sübut eləsəniz ki, sizi yoluxduran məhz odur, o zaman bəlkə təzminat ala bilərsiniz. Amma bu cür heç bir hüquqi president yoxdur. Detalları izləyək. İş yerində xəstəlik yayan həmkarınıza görə təzminat almaq mümkündürmü? Son günlər sosial şəbəkələrdə iş yerində xəstə həmkarın yoluxdurduğu infeksiyaya görə təzminat tələb etməyin mümkün olduğu ilə bağlı iddialar geniş yayılıb. Paylaşımlarda bildirilir ki, burun axıntısı və öskürəklə işə gələn əməkdaşın səbəb olduğu xəstəlik nəticəsində əmək haqqı itkisi, müalicə və dərman xərcləri, həmçinin mənəvi zərər tələb oluna bilər. Araşdırma göstərir ki, bu məlumat konkret bir məhkəmə hadisəsinə əsaslanmır və əsasən ümumi hüquqi yanaşmanın sadələşdirilmiş forması kimi təqdim edilir. Hüquqşünasların izahına görə belə iddialar nəzəri baxımdan mümkündür, lakin onların təmin olunması üçün ciddi sübut bazası tələb olunur. Zərər çəkən tərəf xəstəliyin məhz həmin iş yoldaşından keçdiyini, onun səhlənkarlıq etdiyi və nəticədə real zərər yaratdığını sübut etməlidir. Ekspertlər qeyd edir ki, praktikada bu cür halların sübutu olduqca çox çətindir.
çətindir. Çünki infeksiyanın konkret mənbəyini müəyyənləşdirmək və səbəb-nəticə əlaqəsini hüquqi müstəvidə təsdiqləmək asan deyil. Bundan əlavə, iş yerlərində yoluxucu xəstəliklər daha çox ümumi sanitariya və əmək mühafizəsi qaydaları çərçivəsində qiymətləndirilir. Nəticə olaraq sosial mediada yayılan məlumat tam yanlış olmasa da şişirdilmiş və kontekstdən çıxarılmış formada təqdim olunur. Hüquqi reallıqda isə hər xəstəlik yoluxması avtomatik olaraq təzminat hüququ yaratmır və hər bir hal ayrıca sübutlar əsasında qiymətləndirilir. Qadın dünyaya sadəcə 30 uşaq gətirə bilər. Bu barədə sosial şəbəkələrdə yenə də yanlış məlumat dolaşır. Məsələ burasındadır ki, alimlər qadının dünyaya ömrü boyu neçə uşaq gətirə biləcəyi ilə bağlı konkret rəqəmi yoxdur və alimlər bu barədə araşdırma etməyiblər. İstənilən halda 30-dan çox da övladı olan xanımlar var. Bir qadın maksimum 30 uşaq doğa bilər. Qadın həyat boyu maksimum 30 uşaq dünyaya gətirə bilməsi ilə bağlı iddialar elmi baxımdan dəqiq hesab olunmur. Mütəxəssislər bildirib ki, insan biologiyasında belə konkret və sabit hədd mövcud deyil. Qadının neçə dəfə ana ola bilməsi bir sıra amillərdən, ovulyasiya dövrünün müddəti, sağlamlıq vəziyyəti, hamiləliklər arasında fasilə, tibbi xidmətə çıxış və ümumi ömür uzunluğundan asılıdır. Tarixi məlumatlar göstərib ki, bəzi nadir hallarda qadınlar 30-dan çox uşaq dünyaya gətirib. Bununla yanaşı, müasir dövrdə bir qadına düşən uşaq sayı xeyli aşağıdır və tibb hamiləliyin qadın orqanizmi üçün ciddi fiziki yük olduğunu vurğulayır. Təkrarlanan doğuşlar müxtəlif ağırlaşmalar, bərpa problemləri və xroniki xəstəlik riskini artırır. Bu səbəbdən çoxsaylı hamiləliklər hər zaman təhlükəsiz hesab olunmur. Nəticə olaraq insan orqanizmi böyük imkanlara malik olsa da, doğuş sayı üçün konkret bioloji limit yoxdur. Məhdudiyyətlər daha çox sağlamlıq, zaman və risk amilləri ilə müəyyən olunur. Sevgi və bağlılıq bütün xəstəliklərdən üstündür. İnanmırsınızsa bu hekayəyə baxın. İtinin xərçəng olduğunu bilən sahibi onun xərçəngini müalicə eləmək üçün süni intellektdən istifadə edib xüsusi vaksin hazırlayıb. Bütün dünya hazırda bunu müzakirə edir. İzləyək. Süni intellekt itin həyatını xilas etdi. Avstraliyada texnologiya və tibbin sərhədlərini aşan diqqət çəkən hadisə baş verib. Avstraliyalı Paul ölümcül xərçəng diaqnozu qoyulan iti xilas etmək üçün qeyri-adi üsul əlatıb. O, ChatGPT və AlphaFold kimi süni intellekt alətlərindən istifadə edərək heyvana xüsusi xərçəng peyvəndi hazırlayıb. Paul Cunningham əvvəlcə itin şişindən götürülən nümunələri Cənubi Wales Universiteti laboratoriyalarında genetik analizdən keçirib. Sağlam şiş hüceyrələrinin DNT-sini müqayisə edərək xərçəngə xas mutasiyaları, neoantigenləri müəyyən edib. Daha sonra bu məlumatları süni intellekt vasitəsilə analiz edərək şişin molekulyar quruluşunu modelləşdirib. Alimlərin dəstəyi ilə hazırlanan fərdi peyvənd itin immun sisteminə tətbiq olunub. Cəmi 3 ay ərzində şişin ölçüsü 2 dəfə kiçilib. Heyvanın ümumi vəziyyəti və enerjisi isə nəzərə çarpacaq dərəcədə yaxşılaşıb. Bu hadisə süni intellektin tibbdə tətbiqinin real nəticələr verə biləcəyini göstərib. Mütəxəssislər hesab edir ki, belə yanaşma gələcəkdə fərdiləşdirilmiş xərçəng müalicəsi üçün yeni imkanlar aça bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.